Ölkədə vətəndaşa xidmət üçün yaradılan Asan xidmətin bundan sonra daha bir ünvanda xidməti başlayır. Sabunçu rayon Bakıxanov qəsəbəsində 4 sayılı Asan xidmət mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb. Bununla da Sabunçu, Xəzər və Pirallahı rayonlarının 400 mindən artıq sakini mərkəzin xidmətlərindən yararlana biləcək. Asan Bakının 12 rayonu əhatə etməklə qeydiyyat məhdudiyyətini aradan qaldırıb. Vətəndaşlar hansı rayonda qeydiyyatda olmasından asılı olmayaraq, onlara yaxın yerdə istənilən Asan xidmət mərkəzinin xidmətindən istifadə edə bilərlər. Asan həmçinin Asan ödəniş sisteminin tətbiqinə başlayıb. Bu sistem vətəndaşla dövlət orqanı əməkdaşı arasında birbaşa təmasdan uzaqlaşdıraraq korrupsiya və digər negativ halların qarşısını almaqla şəffaflığı təmin edəcək. İctimai daha çox toplaşdığı yerlərdə, ticarət mərkəzlərində və Asan xidmət mərkəzlərində quraşdırılmış bu terminallar vasitəsilə bu terminallar üzərindən inzibati cərimələrin ödənilməsi həyata keçiriləcəkdir. Asanda hər gün təxminən 1500-2000 nəfər 30 növ xidmətdən yararlanır. Xarici pasport üçün şəxsiyyət vəsiqəmi təqdim elədim. Çox gözəl, hər şey çox asan. Çox təşəkkür edirəm. Şəxsiyyət qeydiyyat vəsiqəsini itirmişəm. Gəldim bura müraciət elədim. Çox gözəl qarşıladılar və bu binanın açılışı Sura xanımı da, Sabunçunu da sevindirir. Asan xidmət bu günədək 1.600.000 insana xidmət göstərib.